Fəsil 10. Televiziyada iş Pavelin bütün vaxtını alırdı. İndi o başa düşürdü ki, öz kanalının efirində baş verən hər şeyə görə cavabdeh olmaq nə deməkdir? STV kanalının güclü tərəfi cavan bəstəkarların apardığı musiqili verilişlər və MDB dövlətlərindən olan Sovet televiziyasının aparıcılarının doğrudan da peşəkarcasına hazırlayıb, böyük zövqlə Moskvaya göndərdikləri məlumatlardır. Bir neçə gündən sonra Qafqazlı bank sahibi haqqında verilişi yayımlanmalıydı. Pavelin keçmiş kanalında hazırladığı müsahibə idi. O, bütün gecə bu verilişin üzərində çalışırdı ki, onun yönü daha da qızğın alınsın. Amma heç nə alınmırdı. Bank sahibi çox güclü dərəcədə dayağını itirib, onun təhlükəli sualları qarşısında aciz qalırdı. Səhər saat 5-də o heç nəyi dəyişə bilməyəcəyini başa düşdü. Onda qəti qərar qəbul etdi. Verilişi ləğv edirik. O öz köməkçisinə dedi. Özü ilə yeni işə gətirdiyi dolu bədənli köməkçisi Slava vahiməli gözlərlə ona baxdı. Necə ləğv edirik? Qorxu ilə soruşdu. Sizin verilişinizi? Ləğv edirik. Kapustin qəti şəkildə təsdiqlədi. Mənim xoşuma gəlmir. Məntiqsiz suallar vermə. İndi sən bu verilişə cavabdeh olacaqsan. Demək olar ki, onun başçısı olacaqsan. Başa düşdün? Hə, Slava mızıldandı. Get verilişi çək. Bütün məlumatları sil. Kapustin əmr etdi. Heç nə qalmasın. Gecə yuxusuzluğunun səhəri Aleksandr Yuryeviç onu yanına çağırdı. O, öz iş otağında tünd renkli paltar dəstində və ipək qalstukda idi. Moskvanın geyimlərində İtalyan, Versace və Valentino'ya üstünlük verən başqa varlı adamlardan fərqli olaraq Aleksandr Yuryeviç Amerikalı Calvin Klein'i sevirdi. Ciddi xətli qalstukları taxırdı. İndi də öz telekanalının başçısını qəbul etdikdə ciddi tünd renkli paltar dəstində idi. Qalstukda dəbli sancaq parıldayırdı. Uyğunlaşırsan, hörmətli qonaqlar üçün nəzərdə tutulmuş dərin kresloya oturduqdan sonra Aleksandr Yuryeviç soruşdu. Çalışıram. Pavel köksünü ötürdü. Problemlər çoxdur. Kimdə yoxdur ki? Aleksandr Yuryeviç güldü. Deyirlər, sən dünən səhərədək montaj otağında oturmuşsan. Nəysə maraqlı bir şey quraşdırırdı. Yox, Pavel ehtiyatla dedi. Reis onun işi haqqında haradan xəbərdar idi? Deyəsən, kimsə xəbərçilik edib. Sadəcə bəzi verilişlərin montaj edirdik. Sözünü tamamladı. Bax, bu yaxşı deyil. Aleksandr Yuryeviç başını narazı halda tərpətdi. Oynamaq lazım deyil. Mən çox asanlıqla öyrənə bilərəm ki, sən dünən nə ilə məşğul idin. Yalan danışsan, elə düşünəcəm ki, başqa kanallarla əlbirsən. Nəzərdə saxlayaram. Pörtmüş Kapustin mızıldandı. Bu, düzdür. Bil və heç bir vaxt mənə yalan demə. Hə, dünən montaj otağında nə edirdin? Öz verilişimi montaj eləməyə çalışırdım. Pavel boynunu aldı. Hansı verilişini? Bank sahibi haqqında. Kapustin dedi. Kim haqda? Aleksandr Yuryeviç səsini yüksəltdi. Bank sahibi haqqında. Biraz yüksəkdən Pavel təkrarladı. Sən bu verilişi göstərmək istəyirsən? Sahib tutuldu. Mən peşəkar jurnalistəm. Pavel özünü doğrultmağa çalışdı. Verilişi sizin istəyinizə əsasən dəyişmək istəyirdim. Mən axı qadağan etmişdim. Aleksandr Yuryeviç təkid edirdi. Pavel susurdu. Deməyə sözü yox idi. Yaxşı. Sahib başa düşdü ki, o heç nə deməyəcək. Verilişi nə vaxt göstərəcəksin? Göstərməyəcəyəm. Kapustin mızıldandı. Alınmır veriliş. Bax, görürsən, Aleksandr Yuryeviç məsləhət verilmiş kimi dedi. Sən gərək tərslik etməyəydin. O sustu. Sonra soruşdu. Bilirsən, niyə səni çağırmışam? Yox. Mənə sui-qəsd haqqında məlumatlar yenidən yada düşüb. Bu mövzunu qapatmaq üçün nə isə bir yenilik yaratmaq lazımdır. Nə yenilik? Bu sənin işindir. Jeniya və ya Yakov Abramoviçlə məsləhətləş. Nə istəyirsiniz, yaradın.
Uçan fillərdən və ya hamilə timsahlardan. Mənim üçün fərq etməz. Timsahlar deyəsən yumurta qoyurlar. Kapustin xatırlatdı. Daha da maraqlı olar. Nə istəyirsiniz, fikirləşin. Amma mənimlə mövzu bağlandı. Sui qəsd yada düşməsin. Mənə artıq şöhrət lazım deyil. Məni başa düşdün? Bəli. Gedə bilərsən. Mənə heç vaxt yalan danışma. Sənə inamım itsə, çox pis olacaq. İnanmadığım adamla işləmək olmaz. Pavel otaqdan çıxdı. Ondan sonra otağa Konstantin Gavriloviç və Jenya gəldi. Sahib onları qaşqabaqlı qarşıladı. Nə yeniliyiniz var? Pis xəbərlər gətirmisiniz? 3 qəzetdə sui qəsd haqqında yazılıb. İzvestiyada Kvant haqqında analitik məqalə hazırlanır. Jenya quru tərzdə dedi. Nə etmək istəyirsən? Yakob Abramoviç jurnalisti satın almaq təklif edir. Məqaləni $10.000 çapdan çıxara bilərlər. Baha deyil ki, məqalə xoşa gəlməzdir. Mən xammalı oxumuşam. Orada bizim enerji kompleksi ilə əlaqələrimiz haqqında yazıblar. Müəyyən çətinliklərimiz ola bilər. Jurnalist razılaşacaq. Yakob Abramoviç onu dilə tutmağa söz verib. Yaxşı, daha nə? Televiziyada bizim haqqımızda veriliş hazırlayırlar. Sui qəsdi göstərəcəklər. RTV-də. Kim hazırlayır? Malışev. Yenə də bu qancığın balası. Həmişə o verilişləri ilə lazım olmayan vaxt araya soxulur. Öyrən onu kim maliyyələşdirir? Öyrənmişik. Heç kim. O normal adam deyil. Öz üçün çalışır. 2 dəfə böyük məbləğdə puldan imtina edib. Bir dəfə o, qaçırılan maşınlar haqqında məlumat hazırlayanda gürcülər az qalmışdı öldürə onu. Nə təklif edirsən? Bilmirəm. Sahib Konstantin Gavriloviçə baxdı. O dərindən nəfəs alaraq çiyinlərini təəccüblə çəkdi. Onu bir də satın almağa çalışmaq lazımdır. Təhlükəsizlik xidmətinin rəisi məsləhət gördü. Alınmasa, Aleksandr Yuryeviç maraqlandı. Onda həll edərik. Konstantin Gavriloviç qeyri-müəyyən halda dedi. Yaxşı, mənə əlavə qalmaqal lazım deyil. Öyrənmədiniz kim mənim sui qəsdimi sifariş edib? Çalışırıq. Təhlükəsizlik xidmətinin rəisi köksünü ötürdü. Amma deyəsən mahir atıcı olub. Heç bir iz yoxdur. Mixaili tapın. Aleksandr Yuryeviç kəskin şəkildə dedi. O qancıq balasını yerin altında da olsa tapın. Mən ona öz ailəmi, nəhayət öz həyatımı etibar edirdim. O isə məni satdı. Öyrənin ki, daxili telefonla o kiminlə danışıb. O an mən binaya daxil olmuşam. Deməli, bu kimdirsə, aşağıda duran adamdır. Kim olduğunu tapın. Mənə öz şirkətimdə satqınlar lazım deyil. Öyrənərək, Konstantin Gavriloviç söz verdi. Hər şeyi biləcəyik. Mən artıq Fetixanın uşaqlarından xahiş etmişəm ki, araşdırsınlar. Vihrovun köməyi ilə onları tapmışıq. Mən üçüncünü işə qəbul etmişəm. Vihrovu da həmkinin. Nəticə isə yoxdur. Aleksandr Yuryeviç əsəbi halda dedi. Başa düşmürəm ki, niyə onlara bu qədər pul Sahibin nədən danışdığını həmsöhbəti başa düşürdü. İndiki zamanda hüquq mühafizə orqanlarının əməkdaşları çox az maaş və təqaüd aldıqlarından peşəkarlar Fetiha dini tərk edirdilər. Əsasən kommersiya müəssisələrinə gedirdilər. Amma son illərdə bu gedişlər ticarət əsaslı olurdu. Gedən əməkdaşlardan biri bütün dəstənin nümayəndəsi olurdu. Fetiha və dində qalan dostları onu lazımınca qoruyurdular. Sanki peşəkar mütəxəssislərin bircə birliyini yaradırdılar. Ticarətə gedən zabit aldığı pulları işdə qalan dostları ilə bölüşürdü. Mayor Vihrov bax belə Fetixanın iqtisadi cinayətkarlıq şöbəsindən gələn nümayəndə idi. Özü də Kvant şirkətinə göndərilmişdi. O, pulu təkcə özü üçün deyil, Fetixada işləyib ona yeni vəzifələrinin icrasına kömək edən dostları üçün də alırdı. Biz onu taparıq, Konstantin Gavriloviç qətiyyətlə dedi. Əsas odur ki, o əvvəl dində işləyib. Deməli, oyunun qanunlarını bilir. Qətlin sifarişlərinin yanına getməyəcək. Niyə getməyəcək? Aleksandr Yuryeviç başa düşmədi.
Qətl alınmayıbsa, onunla əlaqəli olanları ortadan götürürlər. Konstantin Gavriloviç başa saldı. Mikhail kimi vacib şahididir. Onu onlarla əlaqə saxladığı an ortadan götürəcəklər. Axı o milisdə çalışıb. Bunları daha yaxşı bilir. Ona görə də indi bizdən deyil, onlardan gizlənir. Onlar onu bizdən fəal axtarırlar. Axı onlar əsas şəhidlərinin səsi çıxmamış aradan götürməlidirlər. Deməli biz axtarmırıq, sahib nəticə çıxardı. Axtarırıq. Dedim axı, Vihrov şəxsən onunla məşğul olur. Onu tapacaq, diri və ya ölü, fərq etmir. O mənə ölü lazım deyil, Aleksandr Yuryeviç qışqırdı. Onun iylənmiş meyti kimə lazımdır? O mənə sağ lazımdır, eşidirsiniz? Həm söhbəti razılıqla başını tərpətdi. O sahibin belə qəzəblənməyini birinci dəfə deyildi görürdü. Ona görə də buna öyrənmişdi. Biz adamlarımızı Xarkova da göndərmişik. Orada Mikhailin əmisi qızı yaşayır. O orada olsa biz biləcəyik. Düşünürəm ki, biz onu tapacağıq. Yaxşı, Aleksandr Yuryeviç əlini yellətdi. Sağ ol. Unutmayın mənim xahişimi. Kapustin də bizdə işləyir. Ola bilər mahir atıcının gülləsi güzgüyə bilərəkdən deyib ki, o da bizdə işləsin. Mən hər şeyi bilməliyəm. Bu adam haqqında tam məlumat almalıyam. Biz indi hər şeyi hazırlayırıq. 3 gündən sonra sizə dolğun məlumat verəcəyəm, Konstantin Gavriloviç məruz etdi. Ən həcimli, anadan olduğundan indiyə qədər. Yaxşı, Aleksandr Yuryeviç razılaşdı. Mən gözləyəcəyəm. Konstantin Gavriloviç gedəndən sonra o şəxsi otağını keçərək divanda uzandı. Onun mətbuat katibi dalınca getdi. Ona yaxınlaşıb soruşdu. Su verim? Yox, o yorğun halda dedi. Yaxşısı budur, özün yanıma gəl. Qadın ona yaxınlaşıb divanda yanında oturdu. Sahib əlini onun dizinə qoydu. Yorulmuşam bunun hamısından, Aleksandr Yuryeviç şikayət etdi. Bilmirsən kim və nə vaxt sənə zərbə vuracaq. Hər an kürəyinə açılan ateşi gözləmək olar. Qadın susurdu. Bilərək ki, belə anlarda o sadəcə danışmalıdır. Bu mahir atıcını kim tutub? Bir bilsəydim, o gözlərini yumaraq dedi. Bircə bilsəydim. Sahibin əli onun dizini sıxdı, amma o sakitcə oturmuşdu. Elə bil heç nə baş vermirdi. Onun sağ əli biraz da yuxarı qalxdı. Yubqanı qaldıraraq qarnından da yuxarı uzatdı. O tələsərək birazca əsən əli ilə qadının jiletinin düymələrini açmağa başladı. Dalınca nə baş verəcəyini bilərək o susurdu. Sahib jileti açdı. Onu yanına çəkərək köynəyini çıxartmağa çalışdı. Qadın azca aralandı. Sahib təəccüblə ona baxdı. Yox, qadın dedi. Nə yox? Sahibə elə gəldi ki, o düz eşitmədi. Lazım deyil. Qadın daha da aralandı və sahib nə baş verdiyini anlamayıb başını qaldırıb ona baxdı. Onlar çoxdandır tanış idilər. Onda qadın aspirant, o isə adicə elmlər namizədi idi. Bu şirkəti birlikdə yaradıb yeni işin çətinliklərini birgə bölüşürdülər. Xəbərləri olmadan yaxın oldular. O sadəcə sahibin məşuqəsi deyildi. Daha doğrusu, bu sözün 20-ci əsrin ortalarında istifadə olunduğu anlamda məşuqəsi deyildi. Onun dostu idi. İnandığı insan və tövbə edəni. Ona hər sirrini deyə bilərdi sahib. Hər kişidə bu cəhət var. Elə bil o, balaca uşaqdır. Yalnız anasına öz sirlərini etibar edə bilər. Amma hamının bəxti Aleksandr Yuryeviç kimi gətirmirdi. Ona görə ki, o, öz tövbə edənini Yevgeniya Turçaninovanın simasında tapmışdı. Onların münasibətləri sadəcə qadın-kişi münasibətləri deyildi. Bu, etibarın biruzə verilməsi idi. Sahib onun yanında zəif, inanan, özünü itirmiş də ola bilərdi. İndi qadın ondan aralananda o təəccüblə başını qaldıraraq nə olduğunu bilmək istədi. Bugün olmaz, qadın gülümsündü. Başa düşürsən axı? Sahib güldü. Həqiqətən də hər şey belə sadədir. Onu bərkdən qucaqlayıb saçlarının qoxusunu iylədi. Daha da bərk sıxdı. Sonra hər halda onu soyundurdu. Çiyinlərindən öpdü.
Qadın cavab olaraq gülümsəyib sol əli ilə onun qayışını açmağa başladı. Hər qadın müxtəlif vəziyyətlərdə istədiyi kişini həqiqətən də özünü əsl kişi kimi hiss etdirməyi bacarır. 20 dəqiqədən sonra qadın duş qəbul etməyə getdi. Sahib hələ də divanda uzanmış, bu an telefonun zəngi gəldi. O başını çevirsə də dəstəyi qaldırmadı. Bu onun katibi Zimanın zəngi idi. Amma o bilirdi ki, Jenya ilə tək qalanda sahibi narahat etmək olmaz. Telefon dayanmadan zəng vururdu. O divandan qaşqabaqla qalxdı. Deməli, yenə də nə isə gözlənilməz hadisə baş verib. Telefon dayanmırdı. Aparata yaxınlaşıb dəstəyi qaldırdı. Nə baş verib? Sahib bağırdı. Zinanı danlamağa hazırlaşırdı axı. Axı o onun ciddi qadağasını pozmuşdu. Bu mənəm, Konstantin Gavriloviç tələsik dedi. Qəbuldan zəng edirəm. Zina məni buraxmır. Deyir, istirahət edirsiniz. Nə olub? Bu dəfə sahib qorxdu. Təhlükəsizlik xidmətinin rəisi boş yerə ona belə təkidlə zəng etməzdi. Biz onu tapdıq, Konstantin Gavriloviç qalib səslə dedi. Kimi tapdınız? Sahib başa düşmədi. Mixaili. O Xarkovdadır, bacısının yanında. Bizim uşaqlar ora gediblər. Rostovdan gələcəklər. Gərək sərhədçilərə və gömrüyə xəbər verək. Sabah o bizdə olacaq.